Bugünkü mövzumuzun adı Allah'a məqbul olan qurban. Belə bir başlıqdadır. Allah'a məqbul olan qurban. Biz bu yaxınlarda qurbanlıqdan keçdik. Bizdə də qeyd olunub. Digər müsəlman dövlətlərində olduğu kimi bizdə də qeyd olunub qurbanlıq. İlk qurban, həmən bax o qurban bayramı deyən kimi insanların beynində nə canlanır? Yəni siz ətrafda olursunuz, görürsünüz bu onun əqrabadan. Çünki bir nəfər xahiş elədi ki, bu haqda bir aydınlıq gətirin. Yəni qurban, söhbət hansı qurbandan gedir və bu günlər bizim verdiyimiz qurban necədir? Yəni bizim söhbət adinçilərdən gedir və eyni zamanda ətrafımızda olan sözü gedən qurban nə qurbandır və Allah'ın bizdən tələb etdiyi qurban nədir? Allah'a məqbul olan qurban. İlk düşüncəmiz bizim qurban. Yəni bir ana, ata, valideyn, evladı üçün özünə qurban verə bilərmi? Olacaq, biraz düşünün də. İsa Peygamber o kurbandır. İsa Peygamber kurbandır. Allah'a kurbandır. İsa'nın özünün qurban getməsi. Tamam. Süper. Başqa bacılar, qardaşlar. Bir balaca işlədək. Müqəddəs ruhu qəbul edənək. Müqəddəs ruhu. Qurban sizcə itki deməkdirmi? Hayır. Ha? Düşünmeyin. Qurban nəsə bir itki. İtki, ayrılıq, çətinlik. Товарищ генерал говорит, что вам жертва какой может найти? Тот, который жертвует своей жизнью, своим, понимаете, ради кого-то, ради спасая чью-то жизнь. Правильно. Просто вот, İnsan zamanına baxırsınız. İnsan onunla yaşadığına görə, insan o sahədə çox bildiyinə görə, çünki onun bir dənə düşüncəsi var, zaroydur, hələ belə. Ben de olarak dosttan göre Ha, dosta görə, dövlətə görə. Yəni fikir verin, Enflas bir insanın klası görülebilir, da? insan həyatını itirmiş olsaydı itkiydi mi? Ha? Ailəsi üçün çətinlikdir mi? Ailəsi üçün ayrılıqdır mı? Ha, bacılar, arkadaşlar. Qurban deyəndə, indi baxın ki, Allah deyəndə ki, mən insan qurbanı istəmirəm. İbrahim Peyğəmbərə deyəndə evladını qurban gətir. 3 gün Moriya torpağına gedənə qədər şeytan onun beynini yedi. O necə Allahdır ki, sənin oğlunu istəyir. Axı İbrahimin oğlu olmurdu. Və birdən-birə mələk gəlir, 3 mələk müjdəni verir ki, gələn il bu vaxtı sənin evladın olacaqdır. Eləmi? Onu da sonra değil, ufak değil. Allah o çətinliyi, o itkini İbrahimə və İbrahimin timsalında o gələcəkdə imanlıların həyatı nümunəsi olacaqdır deyə, atası olacaqdır deyə Allah onu daddırmaq istədi ki, İbrahim, mən bu itkini gələcəkdə İsa'da verəcəm. Bayaqların müəllim qeyd elədiyi kimi. Biz qurban deyib üstündən keçməməliyik. Allah'a məqbul olan qurban deyib üstündən keçməməliyik. Bu günləri birimiz gətirdik, onda bir verdik, nəzir verdik və yaxud ibarət edilə iyanə verdik ki, falan şeydir ki, bu bacılar, qardaşlar, qurban deyil. Bu sadəcə olaraq Allah'ın bizə verdiyinin milyondan bir hissəsini qaytarmaq kimi bir şey kimi qəbul olunur. Amma həqiqi Allah'a məqbul olan qurban nədir? Bu günləri Allah deyir ki, heyvanların iç piyi. Bunların öz qüvvəsini itirdi. İsa gələndən sonra bu qurban etdi. İsa canımıza çəkiləndən sonra bütün hamısı öz qüvvəsini itirdi. Hətta məbəddən pərdə yuxarıdan aşağı yarıldı. Ən müqəddəs yer göründü. Bəs bu günləri biz dünyaya, bu günləri İsmail qurbanı deyib kəsənlər də var və yaxud insan qurbanı deyib kəsənlər də var. Biz onlara protiv deyil, amma biz bu günləri dünyaya çar çəkirik ki, Allah'ın həqiqi vermək istədiyi qurban öz qüvvəsini itirdi. İndi Allah'ın bizdən tələb etdiyi qurban tamam başqa bir qurbandır. Sınmış yok. Onun özünün də mənası var. Allah bu günləri deyir ki, sınmış qəlblərinizi mənə gətirin qurban olaraq.
Fikir verin. Qurbanı harda təqdim edirlər? Qurbanı. Qurbancaqda. Onun özünün qurbanın yanınıza gəlib mən bir dəfə danışmışdım sizə. 11 səhv eləmirəmsə, o qurban gətirilmədə 11 dənə predmet var idi. 11 dənə predmetdən biri olmasa o qurban qəbul olunmurdu. Onlardan biri qurbanın özüydü, ən vacibini deyirəm də sizə. Biri də ən vacib olan yandırılma sistemin özüydü. Qurban yandırılmalıydı, tüstülənməliydi. O xoş ətir olaraq Allaha xoş rahiyyə olaraq qalxırdı. Allah nəzər yetirirdi ki, bu insanlar məni sayır, bu insanlar mənə müraciət filmiyam deyə, qəbul edirlər və Allah o xalqı daim qoruyurdu. Bugünkü günə qədər o xalqın bütün dünyada hansı nüfuza malik olduğunu siz hamınız çox yaxşı bilirsiniz. Hətta baxmayaraq onlardan aldı Allah o padşahlığı verdi bütün dünyaya. Amma onun xeyirdaşı bu günləri yaşamaqdadır. Qurban deyəndə bacılar, qardaşlar, birincisi yanma, ayrılıq, çətinlik və itki deməkdir. Nə mənada? Əgər bugünkü gündə Allah deyirsə də ki, sınmış qəlblərinizi mənə gətirin. Nə baş verməli bu sınmış qəlblər? Yəni göz yaşları yox olacaq. Sınmış qəlb ən vacibini deyir, yanmalıdır. Yaxmalıdır, qurban kimi. Əgər bu günlər biz o qurbangahda yanmırıqsa, əcaz mənada, əgər biz yandırmırıqsa, bəzən fikir versiniz, biz qurbanları veririk. İsa Məsih dedi ki, fərisiyələr haqqında dedi, onlar tinlərdə durdular və dua edirlər ki, cəmaat onları görsün, o yanmır qurbangahda. Gözlərini göstərmək üçün. O qurbangahda yanmır. Eləcənə özünü cəmaatı göstərmək şəklində etdiklərinə görə İsa Məsih dedi ki, onlar əvəzini aldılar. Kimdən? Gəlib ona yalvaran, ona deyən insanlardan. Amma Allah deyir ki, sən qurban gətirdiyin vaxtı gir otağa, qapını bağla, gizlində olan atana dua et. Və bunu gizlindən görən atan sənə açıqcasına əvəzini verər. Bu açıqcasına əvəzini vermək, o qurbanın qəbul olundu anlamına gəlir, bacılar, qardaşlar. 6 dənə məqama sizdən biz indi baxacaq. Sadəcə onlar, mən xahiş edirəm sizdən fikriniz tam şəkildə Allahın sözündə olsun. Müqəddəs kitab bizə göstərir ki, Allahın qurbana baxışı tam fərqlidir. Allah istəyir ki, qurbanda biz ilk növbə onu görək ki, həmən qurbanda nə var? Mərhəmət var, sevgi var, fədakarlıq var. Allah İsa Məsih birinci günah olanda, yer üzərində düşəndə, İsa o günahı üstlənəndə ki, insaniyyətin günahını mən öz üzərimə götürəcəm. Ata üçün çətin idi, də düzünü. Allah üçün İsa'nı vermək çətin idi. Amma həmən qurbanda mərhəmət var idi, məhəbbət var idi, fədakarlıq, sevgi var idi. Bu günləri həmən sevgini də, məhəbbəti də, fədakarlığı da Allah bizdən gözlüyor. Allah'a məqbul olan qurban budur. Əslində Allah nəyə görə mən qurbana toxundum, bacılar, qardaşlar? Çox fikirləşdim həqiqətən. Allahın mövzunu belə qoyacaqdım ki, Allah nəyin vasitəsilə bizim ürəklərimizə danışır. Sonra mövzunun adını çözdərdim, qurban. Çünki bircə dənə yol tapdım mən. Qurban vasitəsilə Allah insanın ürəyinə danışa bilər. Müraciət edə bilər. Ki biz deyir ki, çox yerdə dedik, gələcəksiniz, dua edəcəksiniz, mən sizi eşidəcəm. Ancaq bizim verdiyimiz qurban vasitəsilə Allah bizim ürəklərimizə danışa bilər. Baxırıq indi sizdən. Açalım kitablarımızı. Tam fikriniz burada olsun, yeniliklər sizin üçün açılacaqdır. Günah yer üzünə daxil olanda Allah Adəmlə Həvvanı cəzalandırmaqla kifayətlənmədi. İndi bizim uşaqlarımız gelirlər səhv edirlər. Biz onları cəzalandırırıq. Düzdür. Kifayətləndik bundan. Allah Adəmlə Həvvanı cəzalandırandan sonra onlar üçün bəli, ilk qurbanı Allah özü fikir verir.
Allah'ın ürəyinə baxın ki, bacılar, qardaşlar, bu fizik ürəkdən söhbət getmir. Uzunu kesti onların bakırdı. Allah insanlar üz döndərdi. Bununla necə danışım? Bununla necə bu hal edim? Bunu necə anlayayım mən? Yeganə bir yol var idi, bacılar, qardaşlar, bu qurban idi. Uzunu O qurbanı timsal olaraq özü görsətdi, kəsdi. Bununla da kifayətlənmədi. Növbəti addım hansı idi, bacılar, qardaşlar? Baxın, hansı Allahdan biz söhbət edirik. Qorxudan, günah elədi, səni öldürəcəm, cəhənnəmə düşəcəksən, sonra səni çıxardacağım, bir də sana 7 qat şey verəcəm, bədən verəcəm, bir də yanacaqsan. Hansı ki, bugün bizim ətrafımızda bu dönür. Düzdürmü? Oxuyuruq ki, müxtəlif dinlərdə deyirlər ki, Allah insana yeni bədən verəcək, təzədən bir də yanacaqsan, tüstün əbədi boyda çıxacaqdır. Yox, bacılar, qardaşlar. Adəmlə Həvvanı Allah cəzalandırdı. Ama sonra verdi. Ondan sonra birinci onları qurban gətirdi ki, sizlə əlaqə yarada bilim. Ona görə bu günləri qurban ünsiyyətin ən gözəlidir. Allah ona görə deyir ki, sınmış qəlblərinizi gətirin. Yeganə yollardan biri sənin tərəfindən budur ki, sınmış qəlbə sahib ol ki, mənlə danışa biləsən. O ruhun qurbandır, yeganə qurban. Həmən qurbanı mən kəsdim harada? Cənnətdə. Ki, sizlə ünsiyyət yarada bilim. Çünkü Birinci qurbanı Allah özü gətirdi. onların buradan olan Hardan bilirik biz bunu? Hardan bilirik? Çünkü onların paltar düzelttiler. Onların əyninə ikinci addım geyindirdiği paltar. Allah insanı cəzalandırmır. Ona bir qurban kəsir ki, onunla ünsiyyət yaratsın. Ona görə ünsiyyət qurbanı deyil. İkincisi onun çılpaqlığını öpdüm. Bu cür Allah'a mən bu günləri niyə deyim ki, qorxuram ondan? Ha? Niyə də ona abba ata deyə mən bu günləri müraciət etməyim? Ha, bacılar, qardaşlar. Onların çılpaqlığını Allah özü öpdü. İkinci addım bu oldu. Niyə? Allah bunu etdi. Allah bununla çok mühüm bir həqiqət öyrətdi. Arkadaşlar, iki mühüm hədis var. Birincisi, sen öz cəhdinlə günahdan təmizlənə bilməzsən. Allah'ın Sen öz cəhdinlə Sen çok. təmiz ola bilməzsən, əgər o qurban olmasa. Bəli, bu günləri o qurban olmasa bizim həyatımızda, qurban olmasa, mən əzab əziyyət demirəm, bacılar, qardaşlar, mən buna qurban deyirəm, bilsin nətər. Çəkdiyiniz zaten bu əzab əziyyət, onun özü bir növ, misal üçün, siz gedirsiniz şənbələri, iş axtarırsınız. Hamı da deyir ki, bizim işimiz şənbə günündə, istirahət günü şənbədə cəmaat gəlir, o gün işləməlisən. Sən bir qapıya gelirsən, 2 qapıya, 3 qapıya, əziyyət deyilsin üçün bu. Əziyyət deyil. Bunun özü öz növbəsində verilən bir qurban. Allah'ın təmin etdiyi qurban ancaq örtə bilər bizim çılpaqlığımızı. Baxın, ən mühüm həqiqəti Allah bu günlərin bu qurbanlığını görür. Onu bir üstündən dev keçirdə, səməsin bizim üçün bu qurban geldi. Bunun mahiyyətini dərk eləmək lazımdır. Bunun mahiyyətini bu günləri dərk eləmək lazımdır. Bacı arkadaşlar, bizdən bu günləri tələb olunan budur. Ama get-gedə fikir verdinizmi? Şeytan hansı formaya gətirdi, qurbana saldı. İbrahim'in verdiği o qurbanı, oğlunun gətirdiği ha qurban. Onu şeytan necə hərrədi, əlləm qəlləm elədi. Fırladı bugünkü gündə formatını dəyişdi. Bu günləri qurban gətirəcəksən, adını da qoyuruq İsmail qurbanı. Bəyəm Allah bizdən İsmail bu qurbanı istəyir bu günləri. İsmail onu uzaktaydı. Yeşayda da yazır. Sınmış qəlbləri şamirlər. Allah bu günləri bizdən bacılar arkadaşlar sınmış qəlbləri gözləyir. Və o qurban hansı ki Allah birinci verdi, o qurban gələcək qurbana hazırlıq idi. Çünki Allah ona görə İbrahimin oğlunun qurbanını qəbul etmədi. Və onunla göstərmək istədi ki, gələcəkdə mən öz oğlumu, yəni fiziki yox, mən oğlan deyil, öz oğlumu qurban verəcəm.
Özü biz hansı oğuldan söhbət edirik ha? Yayın sualdı nəfər deyil, kim əzbərləyir bayanı? Vahid oğlunun, bilirsin nə deməkdir yeganə oğlunun? Nəyin vardan söhbət gedir? Yaxşı, nəyin var deyəndə bacılar arkadaşlar, mövzumuzun əsas cəryan elədiyi bir yer yaradılışdan idi. Hansı ki, Adəmlə Həvvanın ilk oğullarına Allah buyurdu ki, qurban gətirin. Ha, o da biri Allah'ın dediğini elədi, biri isə öz istədiyi meyvəsində meyvələrini. Yəni bu qurbanı Allah istəyəndə söhbət maddiyyatdan mı getdi orada yoxsa nə? Maddiyyata mı görə Allah Abilin qurbanını qəbul etdi, Qabilinkini yox. Bu qurbanda Allaha məqbul olan qurbanı anladığımız vaxtı bu bizə bir həqiqəti öyrədəcəkdir. Allahın ürəyinin niyyətini. Allah Adəmlə Həvvaya dedi ki, oğullarını dedi ki, qurban gəlir. Yeni Novat yazır ki, bu tapşırığı Habillə Qabil bilməmişdən qabaq Adəmlə Həvva oğullarına demişdi. Başa salmışdı. Qurban necə olacaqdı. Çünki yazır ki, Adəm qabaqki kimi bilmir axı günah nə olan şeydir. Hələ ilk yaranan bir şeydir. Yenə də o ozanı gəlib əlindən belə götürmək istəyirdi. Qopartmaqda belə deyək də, tikanlar batırdı əlinə. Oradan Adəm dərk edirdi ki, mənim elədiyim günah güldə tikan yaratdı. Mənim boz oğlu ölənə qədər onu dərk eləmirdi ki, ölüm nə olan şeydir. Öz ilk oğlunda bunu gördü. Və bu kimi bütün həqiqətləri Adəm biz bilmirik orada. 10 il keçir, 20 il keçir, 100 il keçir. Amma biz bir şey bilirik ki, Adəm öz oğluna bütün bu həqiqətlərin hamısını öyrədirdi. Çünki Allah Adəmə bunların hamısını açmışdır. Bu qurban bu günlər bizim həyatımızı necə dəyişdirir və Allahın ürəyinin niyyətini necə açır, onu biz sizinlə bir kəlmə ilə baxacaq. Amma mən istəyirəm birinci oxuyaq o yeri. Yaradılış 4-cü fəsili açarıq sizlə. Yaradılış 4-cü fəsil. Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabilini doğdu. Həvva dedi, Rəbbin köməyi ilə bir insan qazandı. Sonra Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinci. Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. Hardan bilirdilər ki, bunlar Allaha təqdim gətirmək lazımdır? Demək ki, qurban sistemi onda qurulmuşdu və davam etməkdəydi. Birinci qurban sistemini Allah özü gətirdiyinə görə davam edir. Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların pirini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi. Ancaq Qabil və onun qurbanını təqdim etmədi. Ona görə də Qabil qəzəbləndi, çölə çıxdı və s. Axır beyninə saldı ki, qardaşını öldürəcəm. Bacılar, qardaşlar, birinci Allah insandan qurban qəbul etməmişdən qabaq nəyə diqqət edir? Birincisi, onu kimin verdiyinə baxır Allah. Tez-tez keçəcək bu ağlıqla narahat olmuyor. Allahla bağlı. Birinci Allah onun kim verdiyine bakın. Yani kim verdi deyəndə onun ürəyinə bakın. Her adamdan Allah qurban qəbul etmir. Siz qurban verəndə düşünməlisiniz ki, görən Allah məndən qəbul edərmi? Qürurunuz var sizin. Bir nəfər sizi incidibdir, yani alçaldıbdır sizi. Siz ondan 1 manat çörəkini qəbul edərsiniz. Yox. Əgər sən nətər deyim belə mənli insansansa, nə mənada mənli belə şey baxımından yox, yəni belə yəni özünü tanıyan insansansa, yəni özünə hörmət edən insansa, sən o insanın onu qəbul etməzsən, düzdürmü? Tanrı necə qəbul etsin bə? Ha? Allah deyir ki, muhtardır sizin mənə gətirdiyiniz qurbanlar. Oxuyuq da. Sizin gətirdiyiniz qurbanlar iğrəncdir. Niyə? Burada qurban gətirirsin, çıxıb sonra gedib kasırın, küsüvün, dul qadının haqqını yeyirsin. Və yaxud onları batırırsınız. Belə deyək də, yəni pislik edirsiniz onlara.
Allah deyir, bu mənim gözümün qabağında iyrəncdir. Demək ki, qurban gətirməmişdən öncə biz düşünsək ki, Allaha hansı qurban məqbuldur? Birinci biz buna baxmalıyıq ki, Allah məndən qəbul edərmi görən? Ha? İbadət evinə gətirib iyanə vermək istəyirəm. Bir 100 manat. Misal üçün, pərdə düzəlsin. Bir qəşək pərdə alınsın. Elə köynədir. Məndən Allah bunu qəbul edərmi? Bəli, sən gətirib verib gedə bilərsən. Söhbət qurbanın həyata keçməyindən gedir. Ünsiyyət də o qurban. Allahla söhbət o qurban. İncədə dediyisindən yalnızdadır başlanmışdan. Görən mən qurbanı verməklə Allah mənlə ünsiyyətə girərmi? Ona görə həm qurbanlarımızda diqqətli olmalıyıq ki, hər verilən qurban Allahla bir ünsiyyətdir. Ona görə biz cəhd eləməliyik, çalışmalıyıq ki, o qurbanı Allahla bölüşək. Müqəddəs kitab demir ki, əvvəlcə Allah qurbana baxdı. Eləmi? Necə oxuyun bacılar qardaşlar? Yaradılış 4-4-5'i açıqca da oxuyun, fikir verin. Allah birinci Habillə qurban gətirəndə, Qabil qurban gətirəndə demədi ki, onların qurbanına baxdı. Onların özünə baxdı. Habili ve kurbanını gətirirlər. 4-4-5 oxuyun. Habil meselesinde Qurbana baxmadı Allah, düzdürmü? Nəyə baxılmaz? Habil sürüsündə ilk doğulan heyvanlardan bir neçəsi və onların biri təqdim etdi. Və Habil və onun təqdimini qəbul etdi. Ancaq Qabili və onun təqdimini qəbul etmədi. Habilə, aha, Rəbb Habilə və onun təqdiminə baxdı. Düzdürmü? Habili və qurbanını qəbul elədi, Qabili və qurbanını qəbul etdi. Əvvəl insan, elə sonra onun təqdimi. Bugün bunu göstərir ki bizə, Allah qurbanı deyil, qurban gətirən insanın ürəyinə baxır. Necə? Nə qədər gətirdiyini o kisə qızıllar verirlər ha. Ona yox, necə gətirdiyinə baxır. Ona görə Allah qurban gətirəndə işimliyə baxır. Məndən görən qəbul edərmi Allah? Görən iyrənc deyil ki, Allahın qabağında mənim gətirdiyim bu qurban. Əks halda qoşu gəlmiş olur. Ünsiyyət olmayacaqdır Allah'ın. Çünki qurban yeganə ünsiyyət formasıdır. Allah bugün bizim ibadətimizdən öncə bizim ürəyimizə qalır. İbadətimiz öz növbəsində bir qurban anlamına gəlir. Məsələ Allah'a nəsə vermək deyil. Məsələ onun iradəsinə uyğun verməkdir. Baxın, sual bu şey buradadır. İlişkənli yer buradadır. Allah nə verdiyimizə yox, necə verdiyimizə bu günləri baxır. Ona görə də Allah Habilin qurbanını qəbul etdi, Qabilinkini yox. İbraniler 11:4'de oxuyuruq ki, imanla Habil Qabildən daha üstün bir qurban gətirdi. Bu günlər Allah bizdən bunu istəyir. İnsan, 1. Şamil 16:7, insan zahirə baxar, Rəbb isə ürəyə baxar. İkinci bacılar qardaşlar, Allah insandan qurban qəbul etməmişdən öncə xəbərdarlıq edir. Nədən ibarətdir sizdə bu xəbərdarlıq? İndi qısa olaraq incəlirik. Allah səndən birinci qəbul edəndə Allah insanın kimliyinə baxır. İkinci, Allah insanı qurban gətirməmişdən öncə xəbərdar edir. Sənin qurban gətirəcəksən, ondan qabaq sənə xəbərdarlıq edir. Necə ola bilər sizin fikrinizdə bu? 4:7 bunun açılışıdır bacılar qardaşlar. Nə yazır? Hələ günah eləməyibdir Qabil. Allah ona nə deyir? Günah qapı qarşısında durub pusqudadır. Elə oxuyur. Sən ona qalib. Ha? Günah qapının ağzında pusqu qurubdur. O səni arzuluyor. Sən isə ona hakim ol. Qurban gətirməmişdən öncə Allah bizi xəbərdarlıq edir. Günah ola bilər burada. Günah edə bilərsən. Günah pusquda durub, onun meyli sənədir. Sən ona qalib gəl. Əgər bu xəbərdarlığa biz məhəl qoymasa, bu özlüyündə günaha çevrilə bilər. Və bizim gətirdiyimiz qurban Allahın qarşısında o iyrənc durumunda qala bilər.
Qabil Allahla yol getməyə əvəzinə təsəvvür edin. Öz yolunu seçdi, öz yolunu tutdu. Qabil Allahın dediyini yerinə getirmək əvəzinə öz yerini, öz yolunu tutdu. Ona görə də 1. Şamuel 15-22-də deyilən kimi budur itayət qurbanı, budur itayət qurbanların ən yaxşısıdır. İç piyindən də yaxşıdır. Eşitmək, dinləmək, qulaq asmaq. Qolcuların iç piyindən də yaxşıdır. Ona görə Allah üçün itayət qurbanların ən gözəlidir. Xəbərdarlıq nədən ibarət ola bilər burada? Ya 1. Şamuel 15-22-də deyən kimi söhbət itayətsizlikdən gedir. Qulaq asmıyor. Nədə itayətsizlik ola? Qurban gəldirəsiniz. Nədə itayətsizlik ola bilər? İtayətsizlik, bacılar, qardaşlar. Deyir Allah deyir ki, qoçların iç piyindən də yaxşı Allahın sözünə qulaq asmaqdır. İtayət etməkdir. Əks halda mən o qurbanı düzgün gətirməyəcəm. Necə ki, Qabil düzgün gətirmədi. Allah bu qurbanı qəbul etmədi. Amma nəticədə gətirdi mi Qabildə? Verdi mi? Verdi ama qəbul olunmadı. Siz de bu gün verə bilərsiniz, qəbul olunmaya bilər. Və bu günlərdə biz onu araşdırırıq ki, necə ola bilər? Ya bax, qurbandan qabaq Allah xəbərdarlıq edə bilər. Qurban verməmişdən qabaq mən itayətə baxmalıyam. Görən Allah istəyən kimi mi gətirirəm bu qurbanı? Allah Qabilə axın qurban gətirməmişdən öncə dedi. Dedi ki, sən yaxşı bir şey edirsənsə mən səni niyə dinləməyim? Günah qapı qarşısındadır, onun meyli sənədir. Xəbərdarlıq getdik, gördünüz? Onun meyli sənədir. İndi bacılar, qardaşlar, ömrünüzü verirsiniz, gününüzü verirsiniz ibadətdə. Mənim mövzumun məqsədi budur ki, niyə boş olsun? Vəsaitlər verirsiniz, xidmətlərə gəlirsiniz. Bir diqqət edin, bu boş ola bilər. Bu günləri məndən bir alət kimi Allah istifadə edə bilər. Amma mənim özüm xilas olmaya bilərəm. Kirə nə deyildi, bilirsiniz? Allah'ın sağlığı. Kir hakkında. Ama kir xilas olacak mı? Biz onu konkret diyebilir ama dünyalı oluftu, bitbarat oluftu falan peşmekan. Belki bundan bir alet ki Allah istifade etti. Belki bunun xilas olmadı. Bu günləri sizin verdiğiniz kurbanlarla əbəs yere olmasın. O kurbanınızın bir nəticəsi olsun. Ders onun üçündür. Üçüncü, Allah insandan kurban kabul etmemişten önce istəyir ki, verdiğin kurban layıklı olsun. Bütün sözü hardan götürdük? Habil'le, Qabil'in getirdiği kurbanla. Habil'in getirdiği kurban layıklı kurban idi mi? Habil'in bəli. Habil'in. Habil'in ki bəli. Bəs Qabil'in niye layıksızlık? Çünkü Allah uzunu qurban etmişdi, təqdim etsin ona. Ama o Allah'ın buyruğunu yerine getirmedi. O əkdiyi, becərdiyi meyvədən yaptı. Söhbət maddiyattan getmir. Gətirdiğin bəxtlər baxdı da Allah maddiyata baxmır. Sənin gətirdiyinə baxmır. Birinci yazır Habil'e baxdı, təqdimi qəbul etdi. Təqdimə baxıb Habil'i qəbul etmədi. Birinci Habil. Allah birinci Habil'in ürəyinə baxdı, təqdimi qəbul etdi. Habil'e baxdı, təqdimi qəbul etmədi. Bugünkü gündə qurban verməmişdən öncə birinci Allah bizim kimliyimizə baxır. Bizdən qəbul edər onu biz düşünməliyik. İkincisi, bəyəxlar necə düşünməli, Allah xəbərdarlıq edir. Üçüncüsü, Allah deyir ki, layiqli qurban verəyin Allaha. Allah cümətlə verəni sevir, eləmi? Elə əl-açıq verən insanları sevir. Qabil dedi, mən qurban gətirməyəcəm. Harada oxursun o yeri? Demədi. Amma əslində elə davranmış oldu. Demədi, amma elə davranmış oldu. Nə demək istədi? Dırnaq arası desək. Nə demək istədi? Mən istədiyim kimi qurban gətirəcəm. Sən istədiyin kimi yox. Mən oldum Allah'a. Mən istədiyim kimi ibadət eləyəcəm Allah'ım, sən istədiyin kimi yox. Dilimizdə deməsək də, əməlimiz bu günləri bunu göstərir. Allah bu günləri ürəklərimizə deyir, mənim istədiyim kimi siz ibadət edirsiniz. Bu prinsip, inanın dəyişməkdir.
Adəmin, Həvvanın vaxtında olan, Nabil, Qabilin vaxtında olan prinsip bu günlərdə eyni ilə qalır. İbraniler 11.4'te deyir, iman vasitəsilə Habil Qabildən daha yaxşı qurban təqdim etdi. İman olmadan isə Allah'a razı salmaq mümkün deyil. Deməli, qurban, layiqli qurban imanla təqdim olunur, itayətlə qəbul olunur. Daha doğrusu itayətlə Allah qəbul edir. İtayət olanda təmiz tövbə ilə də bu qurban ürəkdən gəlir. Ən yaxşısı isə bugünkü gündə Allah bizdən tələb edir. Ən yaxşısı deyəndə ən layiqli olanı. Çünki bizim üçün Allah ən yaxşısını, ən layiqli olanı İslam'ın günləri bizim üçün qurban verdi. Ona görə biz bu qurbanda diqqətli olmalıyıq. Süleyman 21.2-3'de deyir ki, ürəkləri ölsən Rəbdir. Ürəkləri ölsən Allah'dır. Dördüncüsü ise Allah'ın bizden kurban vermemişten önce tələb etdiği bu bizim niyetlerimizdir. Allah bizim niyetlerimize bakır ki hansı niyetle biz bunu bu günləri Allah'a verdik. Allah ne verdiğimize yok, Allah bizim ürəyimizə bakır. Niye verdiğimize, ne için verdiğimize bakır. Bu da bizim əməllərimizdir. Yeremia 17.10'da deyir, mən Rəbb ürəyi araşdırıram, düşüncələri sınayıram ki, hər kəsə öz yoluna və əməllərinin bəhrəsinə görə əvəzini verir. Yəni belə sirkələrin qalımı verir. Biraz qodruq olun. Yeremia 17'de onu əzbərləyək evdə. Allah ürəklərimizi araşdırır. Ürəklərimizin niyyətinə baxır ki, necə veririk və niyə veririk. Beşincisi bacılar, qardaşlar, Allah insandan qurban qəbul etməmişdən öncə istəyir ki, biz ona təslim olaq. Ola bu ki, siz qurban verdiğiniz vaxtı Allah'a təslim olmamışsınız və yaxud olmuşsunuz. Belə bir təcrübə olur mu sizdə? Habillə Qabil hazırlaşırlar qurban gətirməyə. Bu hazırlıqdan öncə Allah xəbərdarlıq etdi Qabil'i ki, günah qapı qarşısında duruşdu, sən ona qələbə çal. Yəni onun meyli sənədir, sən ona qələbə çal. Deməli Allah istəyir ki, biz qurban gətirməmişdən öncə ona təslimiyətimizi görsədək. Əgər bugünkü gündə biz qurban gətirməmişdən qabaq Allah'a təslim olmursa və yaxud misal üçün 1/10 vermək qurbandır mı bacılar, qardaşlar sizdə? Yok, Allah'ın Günah. O Allah'ın Niye ürəyinin hədəvi? Bu da qurban. Bizim gətirdiyimiz 1/10'lər bu öz növbəsində qurbandır. Allah'la ünsiyyətdir. Çünki 1/10'lə biz sadiqliyimizi göstərdik Allah'a. Düzmü? Bu qurbanı biz Allah'a gətirdiyimiz vaxtda bu boş yerə ola bilər. Misal biz 1/10'ı nə üçün verə bilərik? İbadət evində biləcək. Mənim sadiq olduğumu və yaxud biləcəklər və yaxud bilməyəcəklər. Belə bir 1/10 Allah qarşısında qəbul olunmur. Allah ilk öncə bizim 1/10'imizə baxmır, biz nə qədər 1/10 verdik. Allah birinci bizim ürəklərimizi sınayır. Deyir, bununla da siz məni sınayın. Yeremia 17.10 Mən Rəbb ürəyi araşdırıram, düşüncələri sınayıram, verin, verməyin, nə qədər verin. Və yaxud bəlkə bu səfər verməyin, özümün ehtiyacım var. Eləmin. Hər kəsə öz yoluna və əməllərinin bəhrəsinə görə əvəzini verin. Sən necə düşündün, Allah da onun üstünə sənə eləcə də səni elə qəbul edir. Ona görə qurban verməmişdən öncə bizim Allah'a olan təslimiyyətimiz bu vacibdir. Əgər Allah yalnız qurbana baxsaydı, Qabilin verdiği qurbana baxsaydı, Allah deyərdi ki, birinci qurbana baxdı, düzdürmü? Təqdimə baxdı. Amma biz oxuyuruq ki, Allah birbaşa onların özünə baxdı.
Sonuncu, altıncı. Allah insanlar qurban qəbul etməmişdən öncə insanla danışığa girir. Niyə mən belə bir başlıq qoydum bacıma görə? Çünki bu Habilin vəziyyətində görünən idi. Daha doğrusu Habildə yox, Qabildə bunu gördüyümüzə görə belə bir sıxışayım. Allah Habillə Qabilin qurbanına nəzər yetirməmişdən öncə onlarla danışığa girdi. Nə üçün idi bu danışıq sizə? Növbəti sonuncu 6-cı addım qurban gətirməmişdən öncə Allah Habillə Qabillə ünsiyyətə girdi. Qabilin biz bilirik də, dedik ki, günah qapı qarşısındadır, sən ona qalib gəl. Onun meyli sənədir. Nə üçün Allah qurban gətirməmişdən öncə insandan tələb edir ki, onunla ünsiyyət yaratsın. Düzgün qurban gətirməməyin özü sən hakim olarak. Allah onunla ünsiyyətə girdi, Qabil də ünsiyyətə girdi ki, onu ölümdən saxlasın. Yəni dedi ki, günah qapı qarşısında onun meyli sənədir. Bugünkü gündə Qabilin qurbanının qəbul olunmaması əslində onun veya bildiğimiz için gətirdiyi tərifində deyil idi. Yəni o maddiyyatda deyil idi. Gətirdiyi bir veşdə, bir əşyada deyil idi. Onun ürəkli niyyətində idi. Allah qurban gətirməmişdən öncə istəyir ki, biz bəzi vəziyyətdə bəzi çıxış yolu tapa bilək. Ona görə biz diqqətli olmalıyıq. Əks halda o düzgün Qabilin məhvinə gətirdi, çıxartdım onun vericiliğini. Çıxartdı. O qulaq hastaydı Allah'a. Amma Habil üçün nə oldu? Xılas oldu. Habilin yerinə Allah işini göndərdi, değil mi? Evet. Onu kimi Allah'ı sevər, onu kimi Allah'ın ruhunda olan birini Allah göndərdi. Ona görə əgər biz bu günləri yaşamaq istəyiriksə, verdiğimiz qurbanların dəyərinə baxacaq, layiqliyinə baxacaq, kimin verdiyinə baxacaq. Nə üçün qəzəblənirsən? Əgər yaxşı iş görsən, başını dik tut, mən onu qəbul etmərəm. Allah Qabilə dedi. Demək ki, gətirdiyin iş sənin düzgün deyil idi. Qabillə yekun olaraq desək, Qabil və Habil arasındakı əsas fərq onların əllərində deyil idi. Yəni, nə gətirdiklərində deyil idi. Onların ürəklərində idi. Ürəklə nə gətirdiklərində idi. Hər ikisi qurban gətirdi, hər ikisi Allaha ibadət etmək arzusunda idi. Etmək istəyirdilər. Amma biri iman, itayətlə Allah'ın qəbul etdiyi yol ilə getdi, o yolu seçdi, digəri isə öz yolunu İstədiyini bugünkü gündə Allah istəyir ki, biz ona qurban gətirəndə belə, biz öz bildiyimiz kimi yox, Allah'ın bildiyi kimi qurban gətirək. Çünki Allah hər şeydən öncə insanın gətirdiyinə yox, insanın ürəyinə baxır. Göylerde olan rəhimli ve irman Allah'ımız minnətdarım ki, ya Rəbb, sən bizi o qədər sevdiği için Allah'ım, sən bizi məhv olmalı qurbanın, ya Rəbb. İlk öncə Allah bu qurbanı sən ödün gətirdin və bununla insanlıq arasında bir ünsiyyət üstünlüğü olur, ünsiyyət yolu olur Allah'ım. İyi ilə də bu qurban həyata keçdi. İsa Məsih gəldi, qurban oldu. O ünsiyyəti yenidən əlçatan etdi, bərpa edən oldu Allah. Ona görə də səndən istəyirik, ya bu günləri biz də qurban veririk. Bu günləri biz də o qurbanları verməliyik Allah. Hansı ki bu bizim vəsaitimiz ola bilər, vaxtımız ola bilər, bu bizim Allah'ın ömrümüz ola bilər, ya səndən istəyirik Allah'ım, köməkliyə biz də layiqincə o qurbanı gətirə bilək Allah. O qurbandan öncə olan atılası addımları Allah'ım dəqiqliyindən ata bilək ki, o qurban həyata keçsin, o qurbanın bir dəyəri olsun. Ona görə də Allah'ım səndən istəyirik, xeyir dua ver. O həyatımızda elə yaşayaq ki, Allah biz İsa Məsih'in adını daha da izzətləndirək. O qurbanı daha da layiqli edək Allah. Ona görə də səndən
xeyir dua istəyirik. Müqəddəs ruhu səndən istəyirik. Vəll etdiyin o müqəddəs ruhunu ibadət olaraq səndən istəyirik Allah. Qoy sənin müqəddəs ruhun hər birimizin üzərinə etsin ki, biz də şagirdlər kimi sənin xoş xəbər müjdəni bu dünyaya, ürək dünyaya verək. Və Allah'ım heç bir qərəzli şəkildə qərəzsiz sənin sözünü dünyaya çatdıra bilək. Bunda hər birimizə xeyir Allah. Qalan hər şeyə görə sənə şükür şükür olsun. Rəbbimiz, sən məsəl ismilə xeyir ola. Amin.